Aparıcı Zaur Kəmal bugün sosial şəbəkələrin ən çox müzakirə olunan şəxslərindən biridir. Bunun səbəbi isə onun gənc ifaçı Türkanə Kərimli ilə yayılan fotodur. Sosial mediada sürətlə yayılan həmin fotoda Zaur Kəmalın Türkanənin çiyninə əlini qoyması izləyicilər arasında fərqli şərhlərə yol açıb. Fotoya izləyicilərdən biri "Neysə burnuma gizli sevgi qoxusu gəlir" şərhini yazıb və bu paylaşım dərhal viral olub. Sosial şəbəkələrdə insanlar bu jestin mənasını müzakirə etməyə başlayıblar. İfaçı Türkanə Kərimli isə fotoya yazdığı şərhlə diqqət çəkib. "İnsanın qəlbinə yavaşca toxunan insanlar var, Zaur onlardandır." Bundan əlavə, o, Zaur Kəmalı etiketləyib. Bu sözlər izləyicilər arasında iki məşhur arasında xüsusi münasibət varmı sualını daha da gücləndirib. Hazırda bu foto sosial şəbəkədə böyük rezonans doğurur. Bəziləri bunun sadəcə dostluq jesti olduğunu düşünür, digərləri isə Zaur və Türkanə arasında yaxınlaşmanın başladığını iddia edir. Görünür, bu mövzu bir müddət gündəmdən düşməyəcək. Sizcə bu jest sadəcə dostluqdur, yoxsa daha xüsusi bir işarə ola bilər? Ən son show biznes xəbərlərindən dərhal xəbərdar olmaq üçün kanala abunə olun.